Hoş gördük sizi. Teşekkür ederim. Hoş gelmişsən. Minnətdaram. Gününüz, gün ortanız xeyirli olsun əziz tamaşaçılar. Çox gözəl, çox pozitiv, möhtəşəm bir bazar gününə biz oyanmışıq. Saatlarımız artıq göstərir, 12-ni keçdik və bu deməkdir ki, siz mənim mətbəximdəsiz, Lətafətin mətbəxindəsiz. Ən gözəl söhbətlər mətbəxdə olur və təqdimata ehtiyacı yoxdur. Gözəl səs, gözəl ifaçı, amma deyirəm ki, niyə yoxsan, niyə görünmürsən? Elxan Qaraxanoğlu illərin sənətçisi, amma illər keçsə də özü belə donub qalıb. Sivası da belə donub qalıb da, yəni deyirəm Elxan, bizi soyuducuda saxlayırlar da, yəni biz soyuducuda yatıb dururuq. İndi birazdan Elxan Qaraxanoğlu ilə çox gözəl söhbətlər aparacağıq. Deməli, Elxan, keçən həftə Ceyhun Bakinski qonağı idi İlqar sahilinin bir yerdə. Mənim əl işimə demədiyi söz qalmadı da, yəni ki, səndən mətbəxdə işləyən olmaz. Ona görə mən də, baxın, bir yox, tam 2 aşbaz dəvət etmişəm. Yəni, bugündən mən artıq belə əlim, ayağım tərtəmiz, yemədi, yeməyi də yemədi, bəyənmədi. Əlim, ayağım tərtəmiz, verilişdə qonaqlarımla danışacağım. Ölkəmizin ən peşəkar aşbazları da bizim üçün, bizim komandamız üçün və gələn qonaqlarımız üçün dadlı, ləzzətli təamlar hazırlayacaqlar. Nəzərinizə çatdırım ki, əziz tamaşaçılar, siz Lətafətin mətbəxinə, nevrolog, doktor Layla Mirzəyeva və onun fizioterapiya şöbəsinin sponsorluğu ilə baxırsınız. Saniyələr sonra məlumat verəcəm. Layla xanım hansı xəstəlikləri müalicə edir? İndi isə bizim aşbazlarımızla sizdə tanış edim. El Chacho ölkədə markada artıq restoran, hər kəsin sevib, sevə-sevə getdiyi bir məkandır, ailəvi məkandır. El Chacho və Kamran bəy, onun köməkçisi. Siz tanış edin, kimdir bugün? Fərid. Kamran bəy maşallah peşəkardır. Televiziya verilişlərində çox olub. Elxan, gəl də uzaqda qalma. Mən salamlaşmaq istəyirəm, icazə versəydiniz. Gəl burada Dəyərli Lətafət xanım, dəyərli MTV, təşəkkür edirəm ilk öncə dəvətə görə. Hər kəsin günü uğurlu olsun, sabahı uğurlu olsun inşallah. Hər kəsin mətbəxi ruzlu, bərəkətli olsun. Çünki biz deyirik ki, həyat təbii ki, yemək hər şey deyil, amma çox şeydir. Yəni, insan düzgün qidalanmalıdır. Deyirsiniz, dondurulmuş insanlar, təbii ki, insan öz orqanizmini qorumalıdır və sağlam yeməklər yeməlidir. Elə ilk oyanınca, hər addımızı atanda yataqdan mətbəxə yönəlir. Çünki ilk qəhvəmizi içməliyik, təbii ki, çayımızı içməliyik. Səhərini qofe ilə başlayırsan. Mən qəhvə ilə başlayıram. Mən də artıq elə başlayıram səhərini. Təşəkkürümü bildirirəm bu gözəl gündə, bu gözəl məkanda. Ruzili səni bilirsən, ayağım ruzilidir. Deyirlər ki, ruzilidir. Yəni, sağlam qidalanmaq lazımdır. Gözəl, illərdir sən gözəl bir karyeram var ki, aparıcılıq missiyanı davam elətdirirsən. Biz illərdir sənlə dostluq, tanışıq və təbii ki, bugün də yenidən sənə verişdə olmaqda məmnunluq duyuram. Dəvət edən hər kəsə, diqqət ayıran hər kəsə təşəkkürümü bildirirəm. Bir nüansa toxunduğu veriş öncəsi salamlaşanda dedi ki, az-az görünür. Mən çağırılan yerdən ərinmirəm, çağırılan yerdə görünmürəm. Çünki mən uşaq deyiləm də, artıq 32 ildir səhnədəyəm və təbii ki, çalışıram ki, mənə layiq olan, əgər gedib orada insanın hörmətdən salacaqlarsa, o verişlərə getmirəm. 100 veriş zəyin vura bilər, amma o demək deyil ki, mən dünya ulduzuyam. İndi biz birazdan danışacağıq da ki, yəni nələrdən narazısan, nədən razısan. Gəl, xahiş edirəm bir yerdə. Biz Kamran bəy, bir daha xoş gəlmişsiniz. Bugündən bizim mətbəximizdə görəcəksiniz tez-tez. Kamran bəy bugün nələr hazırlayacaq bizə? İlk öncə sizə təşəkkür edirəm, MTV rəhbərliyini təşəkkür edirəm. Belə bir gözəl şərait yaratdığına görə El Chacho restoranının həmçinin kollektivinə, müdiriyyətinə təşəkkür edirəm ki, yəni şərait yaradıblar. Daimi tamaşaçılarınızı, izləyicilərinizi salamlayırıq öz adımızdan. Burada bizim çox gözəl, faydalı, sən də baxırsan, yəni bunların hamısını doğal, gözəl bəslənmə. Görürsən hamısı, bunların hamısından 100% istifadə edirsən. Petruşka dedik də buna. Cəfəri. Yəni, baxın, operatorumuz çəksin, çolpa. Siz danışın. İcazə verəm. İcazə versəm danışarsınız. Deməli, belə, Fərid tərəvəz salatı hazırlayacaq. Hazırladığı tərəvəz salatı çox yüngül salatdır. Həm də vitaminlərlə, minerallarla tam zəngin olan bir salat növüdür. Üzün yaza gedirik.
Hamı yazdı, aprel ayını yadına düşür ki almaq lazımdır. Sonra kənd çolpasıdır. Ballı kənd çolpası hazırlayacaq. Orada biz turşudan istifadə edirik, albuxarabdan, şabalıqdan istifadə edirik. Yəni bu bizim milli mətbəxə aid olan bir şeylərdir. Yəni şabalıq da milli mətbəximizə tam aiddir. Bu siz bilirsiniz, kartoşka bizim milli mətbəxə sonradan daxil oldu. Sonradan daxil oldu. Əslində bizim milli mətbəxdə şabalıq da o nişastalarla, karbohidratlarla zəngin olan bir məhsullardır. Şabalıq da turşudur, bal əlavə olunacaq həmən çolpaya. Duz da istiyotdur. Çox gözəl bir yeməkdir. Zeytun yağında bizim çolpamız qızarlı. Gül kələmsə deyəsən tərəvə salatına vurulacaq. Bəli. Gül kələmi bir balaca aldent dirikdə bizdə tam para verir. Bir balaca buxarda orada vampotda pişiririk, sonra o salata əlavə olunacaq və limon suyu ilə, zeytun yağı ilə qarışdırılacaq. Çox gözəl. Gözəl bir salata. Yəni bugün siz ac qalmayacaqsınız. Sən çayından içə bilərsən. Mən sponsorumuz haqqında məlumat verim. Elxan, ardınca artıq bugün sənsən də, tək qonağımız sənsən. Yəni bol-bol. Həmişə oldu. Hər zaman gəl artıq. Elxan, sən hər zaman gəl. İnanın ki, Elxanın o qədər gözəl enerjisi var. Mən biləndə ki, Elxan Qaraxanoğlu gələcək. Elxan, sən, deməli, əziz tamaşaçılar, mən illər əvvəl, artıq mən 20 ildir, yəni peşəkar aparıcılıqla məşğulam. Biz də bəzən müəyyən səbəblərdən uzaq ki, düşürük, amma yenə də varıq, hər zaman varıq. Yəni, düşünürlər ki, ekranda olmayanda yoxsan, amma hər zaman varsan. Elxan Qaraxanoğlu, 20 ildir mən bu insanla tanışam. Elxanı görəndə, Elxan sən dəyişməlisən. Hansı tədbirdə olursa olsun təbii ki. Sizə dövlət tədbirləri. Sevinirəm Elxan səni görəndə. Bilirsən niyə? O qədər pozitivsən, o qədər enerji dolusan. Bilirsən necə? İnsanı yaşadan enerjidir. İnsanı öldürən də elə enerji olmamasıdır. Qəlbi təmiz olmalıdır, aurası təmiz olmalıdır. Çox gözəl. O insana o qədər kömək olur ki, bəzən. Çox gözəl. Sevindim ki, sən gələcəksən. Deyirəm, bugün bir studiyada bul, yəni insanlara da pozitiv enerji ötürəcək. Çünki insanlar yuxudan oyanır bu saatda, bazar günü. Ayılır, yəni belə də yaxşı simalar görmək istəyir. O sima da o gözəl simadır ki, o sima gülür. Nətər xanım, mən sizinlə sevinirəm. MTV-nin ilk fəaliyyətə başladığı illər yadıma gəlir ki, çayınızı içə bilərsiniz. Kiçik bir məkandaydı və ilk qonaqlarından biri də mən idim orada. Çox sevirəm bu kanalı. Ola bilər ki, uzun müddət ola bilər ki, görünməmişəm bu kanalda, amma ilk günlərdən MTV-də çıxan müğənnilərin biri mən olmuşam. Tez-tez gəl. İnşallah. İnşallah tez-tez gəl. Deməli, əziz tamaşaçılar, sizin əgər yuxudan durursunuz, narahat yatırsınız, hər hansı bir problemləriniz varsa, mən sizi düzgün ünvana yönləndirəcəm. Nevroloq Doktor Lalə Mirzəyeva. Onun fizioterapiya şöbəsi də var. Hətta naftalanla da müalicə edir. Turan klinikasında fəaliyyət göstərir. Bizim verilişimizin sponsoru və nevroloq vəzifəsində çalışır. Baş, boyun, çiyin, diz ağrıları, skalyoz, kifoz, lardoz, ostexondroz, protruziya, disk yırtıqları, fəqərə sürüşməsi, onurğa kanalının stenozu, fəqərələrdə iltihabi xəstəliklər, uşaq serebril iflici, keçirmiş insultlardan sonra bərpa müalicəsi və digər xəstəlikləri, yuxu pozğunluğu, yuxu yata bilmirsinizsə, bunların hamısını həm dərmanla, həm də fizioterapiya şöbəsində müayinə və müalicə edir. Eyni zamanda dərman müalicəsindən əlavə burada nevral blokajlar da var ki, Lalə xanım bunu edir öz komandası ilə birlikdə. Bunun içinə daxildir stimulyasyon, relaks, sedativ, qidalandırıcı, isidici, soyuducu və ekranda telefon nömrələrini görürsünüz, götürürsünüz. Telefon nömrələrini Turan Hospitalda çalışır. Əhmədlidə yerləşir. Turan Hospital çox gözəl bir mərkəzi var. Gedin, bütün problemlərdən azad olun. Elxan, səni də yönləndirə bilərəm. Lalə xanıma. Çünki yuxusuzluq bizim axırımıza çıxıb.
İcazənlə mən də oturum sənin yanında. Çünki aşpazlarımızın burada hazırladığı yeməklərin qoxusu gəlir. Biz də dadlı söhbət eləyək. Əziz tamaşaçılarımız, çayımızı içək, siz də nuş edin. Yuxudan duran kimi, Elxan kimi kofenizi bəli, içirsiniz. Acı kofe, hə? Limonla içirsən onu? Yox, acı. Acı sadəcə acı. Zaten liderlər həmişə acı içiblər qəhvəni. Acı içib şirin danışırlar. Çünki şəkər artıq şəkər də birisi kilodur. Ona görə olmaz. Ən yaxşısı elə. Mən çalışıram. Səhərlər oyananda kofedən sonra dərhal tut doşabı qaynar suda həll edib içəm. Yadıma salırsan belə şeyləri ki, mən mütləq bu keçi boynuzu, artıq o yaşdakı insan özünü formada dondurub saxlamalısan. Hə, artıq fitnessə başlamışam. Ondan əlavə elə ki, artıq qızarmış yeməklər çox yemirəm. Sonra ancaq qaynadılmış balıq qaynadıb yeyə bilərəm. Yəni qaynadıb yəni buxarda. Harda da buxarda, yaxud duxovkada hazırlanmış yeyə bilərsən. Kənd çolpası deyirlər. Hatta mən həyət çolpası deyirəm. Yeyə bilərsən onu. Kənd çolpası biraz kənddən gəlməlidir, amma həyət çolpalarımız var. Demək ki, özün həyətində saxlayırsan. Yox, o səriştəm yoxdur, belə deyərdim. Amma çalışıram ki, bax, bu cür doğal olan həyət cücələri alım, yəni inkubator olmayan. Yalnız səhər yeməklərimdə qaynamış göbələk və inkubator toyuqlarının sinə hissəsi, filesini eləyirəm. Yiyirsən? Qaynadılmış formada yeyirəm, qaynadılmış göbələklə və göyərtilər çox yeyirəm. Göyərti bol yemək lazımdır. Ümumiyyətlə, necə gedir işlər, nə yeniliklər var? İşlər əladır. Nədən şikayətin var? Buyur. Deyir, səndən yər sənə şikayətim var. Bayaq sözünüz qeyd edəsiniz ki, Əfəbət xanım, biz illər tanışıq və yəni, mən kompliment deməyi sevmirəm, çünki kompliment yalancı tərifdir, amma siz göz qarşısındasınız. Mənim rəhmətli anam sizi çox sevirdi, yadınıza gəlir. Və ilk verilişi ki, mən Əfəbət xanımın bu əliboş gəlmişəm. İlk dəfədir. Əliboş gəlmişəm, çünki yenə deyirəm, yuxusuzluq, gecə yata bilmirik, 6-da yatmışıq, zülümlə durmuşuq. Elə bilmirik, səhərdir. Camanca işdən qayıdır. Yeyib yatarsan, yox, axşam ölməcisində, ölməcisində. Ya, buradan bir çəkilişə gedəcəm, başqa bir kanala. Özümə necə təskinlik verirəm, deyirəm ki, bu iş bitsə, onsuz gedib yataram. Amma evə gedirəm, o çıxır enerji, artıq yata da bilmirəm. Yorğun çıxışma ilmədisindən gəlirsən evə ki, duş alacam, yatacam. Elə duş alırsan, hər şey yaddan çıxır. İnformasiyalar oxuyursan, bugün Respublikamızda nələr baş verir, xəbərləri oxuyursan. Deyirsən, show biznes xəbərlərinin maraqlanırsan, kim sağdır, kim ölüb, kim qalıb. Belə show biznesdə də heç vəziyyət də yaxşı deyil. Kimləri tirə-tirə gedirik. Yəni, ona görə özümüzü qorumalıyıq, stressdən uzaq olmalıyıq. Şənbə, ümumiyyətlə, 24 saat siz MTV-yə baxın, şənbə, bazar günlərdə səhər... İşinizi təmiz saxlayın, heç nə olmayacaq. Ruhunuzu təmiz saxlayın. Ruhunuzu təmiz saxlayın. Mən deyirəm ki, yəni 20 ildir mən sizi tanıyıram, həmişə də o ampuladasınız. Ola bilər bizim bir problemimiz olar. Mənim bir cevizim var. Peyğəmbərimiz buyurur ki, evdən çıxanda gülüşlü insanlara sədəqə vergən. Mənim ailəmdə problem ola bilər. Əgər mən kandarımdan ayağımı atdımsa bayra... Heç kimin günahı yoxdur ki, ona belə... Mən gülümsəyirəm hər kəs salam verirəm. Yəni, çalışıb pozitiv olun və o sizi müalicə edəcək. Bəzən insanlar var, o panik ataka düşürlər ki, ay, məndə filan şey var və olmasa da belə artıq onu tapır. Ona görə hər şeyə boş verin, xoşbəxt olun, kiməsə pislik eləməyin. Mütləq. Kiməsə pislik arzulanın, çünki həyat bumerangın həyatçısı qayıdır. Özə bu il karma ildir də, bilirsən. Dəhşətli, Allah bizi qorusun, Allah bizim günahlarımızı bağışlasın. Elxan, Allah sənə anana rəhmət eləsin. Əziz tamaşaçılar, ilk dəfədir Elxan Qaraxanoğlu mənim apardığım verilişə gəlir və əliboş gəlir. Niyə görə? Deyim niyə? Yox. Elxanın mənə hər zaman dipçəkdə çox gözəl dekorativ güllər gətirirdi. Və oyuncaqlar gətirirdi. Və onlar... Bu 20 il bundan öncə. Hətta mənim evimdədir. Atamın evinə də aparmışam, öz evimdə də var. O dipçəklər belə lepqalı falan. Və Əfəbət xanım, hansı tədbirlərdə görüşürük, istər dövlət tədbirləri, siz aparıcı olduq. Biz yenə də o səmimiyyətlə görüşürük, yəni bacı-qardaş sevgisindən görüşürük. Çünki bizə zaman yoxdur, insan heç kimlə görüşə bilmir. Gənc nəsil ola bilər bizi tanıması. Mən qınamıram, çünki getdiyim... Sən gəncsən özün. Məkanlar var ki, orada saç düzümləri eləyəndə, gənc orada praktikantlar gəlirlər, uşaqlar. Kimdir bu hansı müğəndi? Onlar indi qınamırlar, gənclərdir, gənc nəslə qulaq asırlar, amma yaşlı nəsil bilir ki, Elxan Qaraxanoğlu deyəndə deyirlər ki, belə bir insan var, belə bir müğəndi var. İncimirəm, narazılığım da yoxdur heç nədən. Mən Allahımdan razıyam. Sən sadəcə bilsən necə bir insansan, sən xoşbəxtlik, sakitliyi sevirsən, sakit və xoşbəxt yaşamağa üstünlük verirsən. Yəni, Elxan Qaraxanoğlu yenə də öz işindədir, öz məclislərində, tədbirlərdə qarşılaşırıq. Tələbat var, sevirlər. Niyə də istəməsinlər? Çünki enerjilidir. Yəni, bilirsiniz necədir? İnsan, aşpazımız belə enerjilidir. Görürsən, bizim komandamız belə enerjilidir. Mən ümumiyyətlə, Elxan,
enerjisi olmayan insandan danışa bilmirəm. Mən də, mən enerji hisslərimi o insanı uzaqlaşdırıram. Çox pis vəziyyətlərə düşürəm. Özüm də çox belə pozitiv olmağa çalışıram hər zaman. Çalışmıram. Yəni həyata belə baxmaq lazımdır. Həyat da xərçəngdir. Xərçəngdir. Aha, bəs sən hansı birsən? Elə sizdən sonrayam, şir bürcüyəm. Ona görə mən səni çox istəyirəm. Mən həmişə can, mən Mənim həmişə qızım da deyirəm. şir bürcüdür. Bilirəm. Mən onu deyirəm ki, heç vaxt kağız pullar səs salmırlar. Bəli. Ancaq dəmir pullarda, qəpiklər danqdan gələnlər. Biz kağız puluq. Bəli, bir baxın şəhərə çıxanda, baxın hansısa bir sambalı bir markada əyləşən bir maşın sürücüsü heç vaxt pəncərəsini endirib yüksək səslə insana göstərməz ki, mən gedirəm. Baxın, ən bahalı kostyumların belə, əlbisələrin belə etiketləri balaca olur markalar. Amma o ki, ucuzlu markalar var, bu boyda yazılır üstündəki filan marka. Yəni, mən həmişə onu devizə eləmişəm ki, xoşbəxtsənsə susacaqsam. Bəli, susacaqsan. Çünki, o qədər həsəd aparan insanlar var Çünki insanlar deyir, gözəl olan hər şeyi məhv etməyə çalışırlar. Yəni, amma biz elə deyilik. Özlərində yoxdurlar. Siz necə? Mən eşidəndə ki, hansısa bir tanışın, dostun, yəni çox bahalı maşın alıb, çox yüksək vəzifəyə gedib, inan sevinirəm. Elə bilirəm ki, mən oldu. Çox sevinirəm. Yəni, deyirəm, nə yaxşı, çox gözəl. Bizə danışırlar öz dərdlərini. Biz dinləyirik, negativ çəkirik özümüzə. Bəli. Amma o insan biz danışanda bizi dinləmək istəmir. Əşki, sənin problemin, sənin problemindir. Amma biz yığırıq özümüzə. Ona görə mən artıq özümü insanlardan uzaqlaşdırmışam demək olar ki. Baxaq görək, aşbazımız burada nələr, harikalar yaradır. Ay, nə yaxşı siz gəldiniz. Kamran bəy, nə olar bizi siz yarı yolda qoymayın, həmişə gəlin. İnşallah. Nə zaman dəvət eləsəz. Bir gün səni dəvət edin, gedərik. Çox gözəl xaçapurilər üçün ürəyim gedir. Deməli, biz çolpan əlavə etdik. Əvvəlcə qızartdıqdan sonra balı birbaşa oraya əlavə edirik. Bir balaca su ilə elə bir... Mən sizlə danışır, resepti öyrənirəm. Özüm gedib pişirəcəm, baxıram. Sənin gözün oradadır. Balı vurduq və şabalını əlavə elədik. Biraz albuxara da əlavə elədik. Albuxara niyə əlavə edirəm? Biraz şirinliyi var. Çəksin onu. Ola bilər, indi hansısa kimsə, hansısa müştəri və yaxud da indi qonaq, efir vasitəsini bizi izləyən, çox həddən artıq şirinliyə biraz narazılığı var. Biraz orada turş məzəliyi əlavə edirik, qatırıq ki, orada balans yaratsın deyənə. Bu resept sizindir, sizin icadınızı, improvizasınız, yoxsa bu mövcud? Milli mətbəx. Milli mətbəx. Hansı bölgəmizə aiddir? Hansı bölgə deyil, bizim elə milli mətbəx. Çünki mən dadmışam ondan bir dəfə, amma bilmirəm hansı bölgədədir. Saray mətbəxinə aiddir bunlar. Saray. Bəli. Köhnə yeməyimizdir. Biz də bunu çalışırıq ki, restoranda inkişaf elətdirək. Ziyanlı bir tərəfi olmaz, çünki baldır ki, bütün müalicəvi məfhumdur. Şabalıddır, o da xeyirlidir, albuxara da xeyirlidir. Ümumiyyətlə, toyuq məhsulları, siz də bilərsiniz, biraz şirini xoşlayırlar. Şirin, məsələn, qaysı ilə, əri ilə, albuxara ilə. Amma doğal şirinliyi də, şəkər tozu deyil. Şəkər tozu artıq şəkərdən kullanmır. Ümumiyyətlə, şəkər tozundan nə qədər uzaq olsa, bir o qədər. Yox. Nə yaxşı, nə gözəl. Uşaq bizdə bir duz yeyilmir, bir də mən icazə verirəm. Hər şey duzsuz yeyirəm, çox qəribədir. Amma duz lazımdır. Lazımdır. Mənim duzum çoxdur ona görə. Duzun çoxdur. Sən şəkəri də çoxdur əslində. Şəkərim də çoxdur. Sən bal da çox yeyirsən. Orqanizmə nə qədər şəkər lazımdırsa, onu Allah Taala bizə elə yaradıb ki, onu biz meyvədən də ala bilirik. Fərqi yoxdur. Təbii bitkilərdən də ala bilirik. O şəkər nə qədər lazımdır, ala bilirik. O qədər. Artıq o şəkər tozundan ki istifadə, şirniyyatlardan ki istifadə, bunlar hamısı sonradan problem yaradır. Siz məlumat verin istəyirsiniz, yeməkləri hazırladığınız barədə məlumat verin tamaşaçılar. Deməli, kənd çolpasıdır, ballı kənd çolpası. Bölgələrimizdə bəzən kənd çolpasına çəpər çolpası da deyirlər. İlk dəfə deyirəm, amma çəpər çolpası. Baldır tərkibində şabalıddır. Zeytun yağında biz onu çolpanı qızartdıq. Kərə yağı ilə də istifadə edə bilərlər. Balımızı əlavə etdik. Duz, üstüyot. İndi vamxotda qoymuşuq. Hazır pişik. Bəs orada nə qaynayır elə? Orada gül kələmdir. Gül kələmi pört edəcəksiniz də, biraz buxar verəcəksiniz. Pörtdəsin, yumşalsın. Mən Kəmal evdə brokolini də verirəm, para verirəm, yüngül salıb. 3 dəqiqə suya salıb onu çıxartmaq lazımdır. Brokoli də əlavə eləmək olar, qulançardan da istifadə eləmək olar. Qulançar nədir? Qulançar belə çıxıb, çöp oxşuyur. Çox faydalıdır. Nəsə təzə çıxıb. Yalnız may ayında olur, aprel ayında olur. Qısa müddətdə olur.
qısa müddətdə olur. Çox dərin vaxtı sentyabr-oktyabr aylarında. Mən o gün Besi dostumun restoranında yemişəm. Bir ilk dəfə idi gülünc də gəldi mənə, gülməyə gəldi. Niyə gülürsən? Qanqal. Qanqal, hə, çox gözəldir. Gülürdüm, elə bilim zarafata yedim. Çiğ yemişik uşaq vaxtı. Soyurlar mənə üçün. Hə, soyurlar, onu çox ləzzətli olur. Bir də bilirsiniz necə, tamaşaçılarımız da məncə razı olarlar ki, son vaxtlar kərəviz yaman dəbə düşüb. Bu belə çubuq kimi olan, onun gül, belə petruşka oxşayanı da var. O yerli istehsal deyil, Türkiyədən isə mən onu alıram. O qəşəng arıqladır adamı. Səhər-səhər limon, onu bir də çoğunduru blenderdan keçirib, sopunu. Ləçəklərini yox, onun kök hissəsi. Kök hissəsi arıqladır. Ləçəkləri cəfəri kimi olur belə, onlara belə istifadə edilmir. Yaxşı halda onu elə suyunu içirsə, suyunu blenderdan 2 saat gözləmə lazımdır ki, o çöküntüsü olur. Mən elə sıxıb həmən içirəm onu. Kərövüzdür. Tapılmır indi, ağac kimi olanlar. Onu qoyursunuz bankaya, qoyursunuz xalacaq. Kərövüzdür, bir də çuğundurun şirəsidir ki, mütləqdir ki, onu gözləməlisən. Onu çəkir. Bütün orqanizmi təmizləyir, belə deyərdim. Birbaşa olmaz da. Ümumiyyətlə, təbiətin, Allahın bizə bəxş etdiyi hər bir şey çox faydalıdır. Biz nəyə qaçırıq? Biz qaçırıq o hazır yeməkdə. Onlar düzgün deyil. Uşaqları, yəni uşaqlar ancaq fast food Mənim oğlum Ayxanın artıq çəkisi var. Deyirəm ki, bəsdir, yetər. Təbii ki, məktəbə gedir. Fast food yeyir. 100% fast food yeyir. Və deyirəm ki, doğal yeməklər. Bütün uşaqlar çipsi, yəni ancaq hərdən biz marketə girəndə baxıram ki, müəyyən nə qədər pul vermişəm, gəlmişəm evə, bax, soyuducuya heç nə girmədi. Bəs bu nədir? Baxıram ki, özünə nə qədər... Portağal şəsi sıxırsan, içmir uşaq. İçmir, ancaq... Çox qəribədir. Bu tür, yəni mən də qoyuram ona, deyirəm bunu sıx. Bəzən mən özüm üçün evdə reyhan hazırlayıram, reyhan kompotu hazırlayıram. Reyhan kompotu çox faydalıdır. Faydalıdır. Bizim devir, biz onları görmüşük, yəni də evdə. Onu qaynatmağa ehtiyac yoxdur. Mən qaynadıb xalacaqqa qoyuram. Peki tarifini verəsiniz? Qaynatmasa daha keyfiyyət olur. İsti suyun çantısan? Tərəvəzlərdir, göyərtilər olsun. Qaynadıqca onun tərkibində olan vitaminlər, orada parçalanma gedir. Artıq bir çox itkilər gedir o buxarlanma nəticəsində. Qaynar su 100 dərəcədə 98-90 dərəcədə artıq su başlayır qaynamaqda. 80-70 dərəcə İçdən atıb götürə bilərik belə sadəcə. Götürməyə ehtiyac yoxdur. 80-70 dərəcədə kifayətdir. Kənara qoydunuz. Reyhanı atın içinə. Aynen, gözəl. Şəkərini vurdunuz. Yaxşısı budur. Bir də limonu para bölün. Şəkər vurmuram, mən bal atıram onun içinə. Lap gözəl. Gözəl. Şəkər tozu ümumiyyətlə mən. Sən bilsən neyinə? Sən özünə bir şirkət aç. O şirkətlər olur, insanları sağlam qidalanma. Şəkər tozu mən. Yəni sən şirkət kimi... Yəni sintetik yağlardır. Mən evə ümumiyyətlə buraxmaram. Yağ olacaq. Mən ümumiyyətlə buxarda bütün yeməkləri yeyirəm. Nə gözəl. Yəni 6 mərtəbə qaza var. Mən evdə kərə yağı qoyuram ora, brokolin qoyuram, gül kərəmi qoyuram. Hamısı eyni vaxtda, eyni qazanda. 4-5 mərtəbəli qazandır. Orada qaynayır, istəyəndə göbələyi də elə qoyuram ora. Sadəcə yudum qoydum. Məndə onun toxunanları var idi. Nə bilim, şəkər tozu olmaz. Yağ ola bilər, alaram. Elə bir ki, evdə olsun deyəm ki. Xanımın da elə qidalanır? Demək olar ki. Çox maraqlıdır. Amma insan belə bilsiz necə, belə yağlı, qızardılmış, yəni də xoşbəxt olur, belə tutumlu, xəmir. Ərdəm olur ki, orqanizm istəyir ki, artıq bəsdir. Bezirsən nə qədər? Bezirsən də, yəni o cür qidalamadan bezirsən. İnsanlar yiyir disiplinlər bezirsən bəzən, hə? Sən də istəyirsən o kababdan götürüb yeyəsən. Sən yemirsən onlardan? Mən sifariş verirəm, deyirəm ki, olsun mənə pisiz bir dənə tikə götürüm, nəfsimi çəkmir. Çünki baxıram hamı yeyir, onu belə yeyirəmsə. Ay maşallah. Deməli bizim yeməklərimiz burada hazırlanır. Elxan Qaraxanoğlu'ndan bir gözəl mahnı istəyək, oxusun. Gözəl bir şərqin gəlsin. Dadlı mahnı, ləzzətli mahnı. Çingənəm gəlsə, sevirəm o mahnılarını. Gəlsin, səs mahnı. Gəlsin. Kapar gözlerle çattı sineden aşkına tutuşup yandım şingenem ruhumu koparıp aldım bedenden uğruna sararıp soldum şingenem karanlık gecede ateşin başında yakılır zilleri oynar şingenem savur saçlarını
Sen rüzgarla bir sevdaya salar şingenem, şingenem, şingenem. Kara gözlü şingenem, aşkınla tutuşup yandım şingenem, şingenem, şingenem. Kara gözlü şingenem, uğruna sararıp soldum şingenem. Kapar gözlerle yaktı sineden, aşkınla tutuşup yandım şingenem. Ruhum koparıp aldım bedenden, uğruna sararıp soldum şingenem. Karanlık gecede ateşin başında takılır zilleri, oynar şingenem. Savur saçlarını esen rüzgarla bir sevdaya salar şingenem, şingenem, şingenem. Kara gözlü şingenem, aşkınla tutuşup yandım şingenem, şingenem, şingenem. Kara gözlü şingenem, uğruna sararıp soldum şingenem, şingenem, şingenem. Kara gözlü şingenem, aşkınla tutuşup yandım şingenem, şingenem, şingenem. Kara gözlü şingenem, uğruna sararıp soldum şingenem, şingenem, şingenem. Kara gözlü şingenem, aşkınla tutuşup yandım şingenem, şingenem, şingenem. Kara gözlü şingenem, uğruna sararıp soldum şingenem. Deməli, məncə tamaşaçılarımız da razı olar. Həmişə Elxana deyirdim ki, Elxan, səndə Tarkan havası var. Tarkana çox bənzəyirsən. Yəni, çox bənzəyir. Özü mən Tarkan, deməli, nəyi çox istəyirsən o olur. Uzun saçlarım yazıda düşür də vaxtlar. Uzun saçlarım. Sən hər zaman çox karizmatik yaraşıqlı olursan. Təşəkkür edirəm, var olasın, çox sağ olun. Həm pozitiv, biri var insan çox pozitivdir, belə yerini bilir. Ruhumdan irəli gəlir. Biri var, nəyisə xətrinə onu deyirsən. Əgər mənim əhvalım yoxsa, heç kim məni zorlaya bilməz. Bəli, o sakit çəkiləcəksən kənara. Ruhum odur. Biz sizə çalışan ruhumu gənc saxlayım, cavan saxlayım. Deməli, o vaxtlar hələ sosial şəbəkələr yox idi da, YouTube-da yox idi. Və mən, yəni bizim hamımızla sevirdik də Tarkanı, çox sevirdik də. Kumerimiz idi Tarkan. Mən bugün Tarkanı çox sevirəm. Çox sevirik, sözsüz ki, indi də. Bu insanın o qədər gözəl enerjisi var ki. Aktuallığını saxlayır bu yaşda. Yəni, insan enerjidən ibarətdir də, sözsüz ki. Deməli, mən özüm inana bilmədim. Deməli, əziz tamaşaçılarımız, ilk dəfə, o vaxtlar, yenə deyirəm, sosial media yox idi. Getmişik, Tarkan gəlir Azərbaycana ilk dəfə. Müsahibə almağa getmişik, onda da mən mağazin verilişində çalışırdım. Hə. Deməli, hava limanında elə oldu ki, mən tam çoxlu media nümayəndələri ilk dəfə Azərbaycana gəlib, star, hamımız qarşılayırıq onu və mən gəldim, düşdüm Tarkanla belə. Belə, yan-yana. Və mən buna onca belə baxıram, suallar verirəm və arxadan media nümayəndələrdə suallar verirlər. Mən onların suallarını da tərcümə edirəm, Tarkana yönləndirirəm. Deməli, Elxan, mənə jurnalistlər oradan arxadan dedilər ki, Tarkan parfümləri var, bir o sualı da ver ona. Mən də sualı verəndə bir də gördüm, Tarkan mənə belə iyiləyir. Və çaşdım, qaldım ki, Məramın hara niyyətin var, ürəyimin təmizliyindən. O qədər gözəl enerji aldım, dedi. Sən ama o parfümləri kullanmamışsan, dedi. Çox gözəl kokuyorsun, dedi mənə. Mis gibi kokuyorsun ama o parfümləri kullanmamışsan. Və mən o anda səhərə qədər yatmamışdım. Səhərə qədər sevincimdən. Yəni ki, mən Tarkanı gördüm. Sonra da veriş apardı, Elxan Qaraxanlı gəldi onun verişinə. Bəli. Biz gördük, vurulduq birbirimize. Alınmadı. Amma alınmadı. Yox, təbii ki. Bəli, ondan sonra bir dəfə də İbrahim Tatlısəs'ə demişlər ki, müsahibə olacaqsan Türkiyədə, İbrahim Tatlısəs'dən. O vaxtı Show TV-də
Türkstar gedirdi. Mən yenə səhərə qədər yatmamışdım. O məndə... O arada olan aparıcılar yox. Lətafət xanım əşya şəxsi reyslə uçurdu, səfər eləməsə bilet alırdılar sizin üçün şəxsən. Bəli. Rafet El-Romanın qonağı olmuşuq neçə gün. Biletimizi alıb getmişik Rafet El-Romanın Türkiyədə, İstanbulda qonağı olmuşuq. Sadəcə niyə onlar... Gözəl projələrin olub, sən özün... Çox, hər zaman. Elə bir veriş var, favorit verişi var idi. İndi sosial media var. O vaxt hər müğənni efirə buraxmadı. O verişə düşmək üçün də izinlər olmalıydı, baxılmalıydı, seçilməlidir, mahnılar hansı mahnı oxuyacaq. Oturub gözləyirik ki, növbəti həftə mənim vaxtım yazırdı prodüser ki. Növbə ilə. Bəli. Bu günləri nitq mədəniyyəti olmayan insanlar çox üzr istəyirəm, biraz plastik, elastik əməliyyatlar elətdirib, görkəm təbii ki, vacibdir. İndi plastik əməliyyatlar dəbdədir. Yox, labiddir, vacibdir. Vacibdir, sözsüz. Amma intellekt olmalıdır, savad olmalıdır, aparıcının savadı olmalıdır, danışıq tərzi olmalıdır, çı-pı-çı onlar olmamalıdır. Danışdığı müğənnini dəvət edibsə, bir savadsız bir aparıcı var, bir məni dəvət edib, deyir, mən bunu tanımıram. Təsəvvür edin ki, bu nə qədər absurd belə bir şeydir. Sən tanımırsansa belə, əgər Lətafət xanıma verirlər ki, Əliqulu gələcək Lətafətin verir. Lətafət gecə yatmır, öyrənir ki, Google-dakı hansı müğənnidir, bu haradan gəlir. Bəlkə küçə müğənnisi çıxıb sənin efirdə söyləyəcək. Aparıcı verir, mən tanımıram Elxan Qaraxanoğlu, deyim, Allah səni tanımasın. Allah sənin. Yəni, qarğış etməyək ki, heç var. Deməli, Elxan, sənin yeməyin hazırdır. Bu sənlikdir. Elə ona baxıram. Tam sənlikdir bu. Sizin fikriniz qalıb verişə aparmaqda, mən hamısını baxıram necə elədi, gedib onu təkrarlayacağım, öyrənirəm, oğurluyuram. Mən bunu yesəm, əslində sən yadındadır, mən çox incə-mincə idim. Ondan sonra bu elə salatalı mənə yadına sal günən, yaxşı. Görən kimi, hansı qonaq gəlin salatası kamera mənə yadına sal günən. Sən niyə bu salırıq ki, sağ-salamatsan? Demək olar ki, salatımız artıq hazırdır. Gəl hər zaman. Deməli, salatımız hazırdır. Son toxunuşlar. Toxunuşlar Cəfərin üzərində Cəfərini əlavə edəcək. Necə gözəldir. Mən necə verilir? Dizayna, baxın, necə elə bir ki, ot tayasıdır. Baxın, buket. Ay, nə qəşəng görüntüsü var. Çələng yarandı elə onu. Qəşəng də qoxusu var amma. Gəlin belə deyək. Qəşəng qoxusu gəlir. O zeytun yağının. Siz toyuqları yeyirsiniz, mən salatın hamısını. Yox, niyə toyuqdur idi? Mən salatın hamısını sərvis. Hamısını yemişəm, qoydum. Sən servisini qoyun, mən Elxan. Bizim aşpazlarımız da yeyə bilərlər. Mən biraz dağınıq iş görürəm. Ona görə dedim, daha mən mətbəx istəmirəm. Yox, əladır. Siz aparıcısınız. Təbii ki. Amma mən neçə verilişdə özüm bişirmişəm. Bir də görsən verilişə, qonaq kimi səni başlayıb işlədirlər. Adam deyir, ayalını oxumağa gəlmişdi. Görürsən, belə qonaqlarımız da şikayət edib. Yola basıb işlədirdi. O gün bir məkanda salat zakaz eləmişəm. İçində brokoli istəmişəm. Menyuda var da şəklini göstəriblər. Yeyirəm salata. Oğlum belə, papa nə axtarsan orada? Deyirəm ki, brokoli axtarım içində. Administrator çağırmışam, mənim əlavə eləyək. Deyirəm, qardaş, onu dayı. Mən də 9 manat salata vermişəm ki, onun içində brokoli axtarır. 29 manat vermişdin. Ya da bizim getdiyimiz bir məkandır. Yəni o vaxt yazıca gəlir biz tədbirdən sonra. Deyirəm, qardaş, mən bu şəkildə gördüm, mənim yediyim budur. Gedib gətirmirsən mən başqa şeylər. Ümumiyyətlə mən mayonez başı sevmirəm. Mən bunu servis edə bilmirəm. Xahiş edirəm, tərtəmiz vilkaydı. Deməli biz bir festival var idi. 2 il, 3 il var da, pandemiyadan əvvəl idi deyəsən. Bir dostumuz var, onu da salamlayırıq buradan. Bəhruz, onun da ad günü oldu. Təbrik edirik. Antireklam elədi Elxan mənə. Yox, mən məkanını çəkmirəm. O məkan sponsorluq edirdi və təbii ki, bizi dəvət elədi ki, gəlin. Amma ən gözəl oldu ki, bir yerə yığışdıq da. Bizə getdik, necə getdik? Əsas odur bir yerə yığıldıq. O vaxt yiyən vaxtlarım idi. O vaxtı 89. Qonağımız gəl, qapını bağlayın, qonağımız gəl. Qapı bağlı gəlməsin. Mən belə xoşbəxtəm. Mən tək xoşbəxtəm. Bəh, limonu sıxacam. Qaşıq da verim sənə, Elxan. Yəni o məkanda, onu danışırsın. Mənim yiyən vaxtlarım yadıma gəlir, 3 dənə yemək zakaz eləmişdim. Yadımdadır da, Elxan. Çox keçməyib ki, pandemiyadan əvvəl idi də. 2 qaşıqla servis eləyə bilərsən. Deməli, Fəvvarələr meydanında 3 il əvvəl bir tədbir keçirildi. Möhtəşəm bir tədbir idi dövlət səviyyəsində. Ora gəldi, Kartan gəlir. Sən gəldin, oxudun orada. Mən də oxudum, həm aparıcı idim. Deməli, mən həm oxudum, siz məni məcbur elədiniz də oxudum. Mən məcbur elədim. Deməli, mənə dəstək olmaq üçün Elxan da bütün səhnədə olduğum anda yanımdadır. Bir yerdə oxuyurdu. Müşahidə edirdim, bəli. Və bir anda gördüm ki, insanlar nə qədər toplaşıb izləyirlər. Elə bir konsertin sonu mən gəlib çatmışdım. Qəza törətmişdim avtomobildən, gecikmişdim. Gəldim, ora girdim, hər şey yadımdan çıxıb və Lətafət xanım, mən artıq oxudum proqramı, konsert qarım, və siz oxuyun. Siz çıxın səhnəyə, millət elə bir yenidən qayıtdı. Doğrudan yenidən qayıtdılar. Yəni odur ki, mən demək istəyirəm ki, bir çox oxuyanlardan da çox yaxşı oxuyuram.
Rəhmətli İlham Bəli. Quliyeva demişdi ki, Sağ olun. icazə verirəm, mən bütün mahnılarımı oxu. Bizim divamız, xalq artistlərimiz hamısı mənə deyirlər ki, biz sənə sadəcə tənbəllik və özümdədir. Problem Əllərinizə özümdədir. sağlıq. Xoş olsun. Sizin əllərinizə Mən bunu sağlıq. öyrəndim artıq. Sizin əllərinizə sağlıq. Çox möhtəşəm salatdır. Sevdiyim göy almadır, kökdür. Deməli, salatımız hazırdır. Çolpamız da deyəsən hazırdır, hə? Mən tamam evə gələndə görəndə çox acmışam. Kök təmizləyirəm özüm üçün yuyuram, çiğ kökü. Başlayıram yeməyə ki, mədəmi aldadır. Adamı Ya da xiyar təmizləyib yeyəcəm. Gecə çox acı olanı görürəm, artıq uca dözmürəm də, yorğunam, orqanizm yemək Ay, nə istəyir. qəşəngdir bu. O qısa müddətli olur da, o aclığı Onu öldürmək üçün o beyinə ya xiyar təmizləyib çoxlu yeyəcəm, qabıqlarını soyacam, İndi belə soyacam, o- ya da kök. Aclıq gələndə, dəhşətli aclıq gələndə onu yalandan aldatmalısan, sonra keçir. Bir stəkan adi su da içsiniz, kifayət edir. Bir də görürsən ki, dünən deməli İlxan marketə girmişdim. Evdə də dietik yeməklər hazırlamışdım əslində. Peşman oldum. İdmana gedirəm də son vaxtlar. Deyirəm ki, heyifdir, əziyyət çəkirəm. Bəli. Bir dənə qəşəng orada marketdə qoğallar falan hazırlanmışlar. İnan, keçdim yanı o tərəfə, yox yeməyəcəm səni. Dayanmadım, aldım marketdə yedim. Ətri vurur insanım. Ətirdən O anda keçirmirsən. kəşke gedib- Sən bu yana gəlirsən, kassaya gəlirsən, görürsən, oradan ətri gəlir, gücünə özü O saxlayırsan. anda kaşki gedib su içsəydim. Sonra peşman oldum əslində. Bizim Mənim bir verilişimiz- dostum var, Nəzarət xanım. Bu insan bir oturuma Bir dənə bunu deyim. bir dənə çörək yeyir. Bu insan kökəlmir də. Həsəd aparır ona. Xoşbəxt o insanlardır. Amma deyirəm ki, çörək bilirsə, çörək şəkər deməkdir. Yəni çox çörək yemək olmaz. Yoxsa bu dəqiqə o deyil, yəni keyfiyyət o deyil çörəklərdə. Çünki tərkibində Maya qabardıcı çox olur, maya çox bəli, olur. çox olur. Qabaqlar hətta xatırladım ki, balata deyərdilər. Xüsusi qaydada həmən o unla, ikinci növ unla təbii yolla maya hazırlanardı. Onu bilirəm. Sonra oyuna xəmir yoğrulardı. Çörək bişirməmişdən qabaq xəmir ki hazır oldu, mayalandı. istifadə edirlər. Ondan biraz gətirərdilər, yenə sabahki Saxlayarlar, gün gəldi. üçün bir qaba tökərdi, qoyardılar soyuducuya, sabahki gün üçün ondan istifadə edirlər. Amma bugünkü gün təəssüflər olsun ki, mən paylaşımlarımda da var. Çörəklərin tərkibinə o qədər əlavə ximikatlar əlavə Gec edirlər. xarab olsun. Bu tip şeylər əlavə Əvvəl çörək edirlər. 2 gün Nəzarət xanım, mən xarab olur. kiçik bacım çox tanıyırsınız, yaxşı tanıyırsınız onu, sizə çox sevir. Samirə xanım sahil qəsbəsində yaşayır. Artıq 50-yə yaxın yaşı var. Uşaqlar nə görübsə bizə Meşdağada, o deyir sizə maya götürüb saxlayır. Qatığı özü qoyur evdə. Ay, nə Südü gözəl. alıb Amma özü bizə qoyur. vaxt yox. Mənə gedəndə mənə də balonda qoyur ki, ala aparıb Bugünkü oradan. gün Aynı də zamanda var. maşına Biz də çalxan. Maşdağdan gəlik. Və oradan. Nə gözəl. O qatığı saxlayır, bir stəkan götürüb qoyur ki, maya kimi ki, gələn qatığa onu əlavə eləmək. O illərdir o davam eləyir. Südü də özü alıb evdə qoyur. Mağazindən çox qatıq almır insan. Mənim vaxtım olsa çox şey eləyərəm, yalan deməyim, amma vaxtım olmur. Tez hazır olan yeməklər hazırlayıram. Kamran bəy El Chacho restoranının aşpazıdır. Açan Fərid bəy gedir El onun Chacho. köməkçisi. Nə vaxt istəyirsən gedək, nə zaman istəyirsən. Gedir. Bütün show biznes oradadır. Çox iyi. Biraz havalar isinir, açıq havası möhtəşəmdir. Deməli, əziz tamaşaçılarımız, bizim verilişimizə doktor nevroloq Layla Mirzəyeva və onun fizioterapiya şöbəsinin sponsorluğu ilə baxırsınız. Layla xanım Mirzəyeva Turan Hospitalda çalışır. O baş, boyun, çiyin, diz ağrıları, skalyoz, kifoz, lardoz, ostexondroz, protruzya, disk yırtıqları, fəqərə sürüşməsi, onurğa kanalının stenozu, fəqərələrdə iltihabi xəstəliklər, uşaq serebral iflici, keçirilmiş insultlardan sonra bərpa müalicəsi, yuxu pozğunluğu və digər xəstəlikləri həm müayinə edir, həm müalicə edir. Hətta Layla xanım Mirzəyevanın fizioterapiya şöbəsində naftalanla müalicə də var. Bütün növ müayinə və müalicələr məhz onun şöbəsindədir. Ekranda görürsünüz telefon nömrələrini, gedə bilərsiniz, müayinə və müalicə ola bilərsiniz. Bizim ikinci yeməyimiz necədir vəziyyət orada? Az 2 dəqiqəyə. 2 dəqiqəyə hazırdır. Elxan, mən də sənə təklif edirəm, Nuşucan elə və digər mahnını sevə-sevə dinləyək. Çox sevdim. Bax, buna məncə xüsusi dad verən almadır. Hə, yaşıl almadır buna dad verir. Ümumi konsept var. Möhtəşəmdir. Həm orada yaşıl almanın biraz turş məzəliyi, sonra ona əlavə olaraq limonun suyu da var. Zeytun yağı orada əlavə olunur. Onlar hamısı qarışır. Burada icebergdən istifadə eləmişik, kökdən istifadə eləmişik, rəngli biberlərdən istifadə eləmişik. Tərəvəzlərin heç birini biz
bişirmədi, buxara da Hamısı vermədi. təzə qaldı da. Təzə Gülkələmdən savayı da. Gül kələmi. O da pişmiş hesab olunmur da. Gül kələmini bir balaca bişirdi ki, tam hazır olsun. Çünki o təbiətdə də gül kələmi açıqdır, Bəli. pişdiyinə görə bir balaca bakteriyalardan kənar olsun deyənə. Ürəyim götürmür brokolini mən belə yemək. Mən belə də yeyirəm, onun için çox qəribədir. Buxara verməmişlər. Çox sevirəm. Emin ol kötükləri olur. Yaxşı yemək lazımdır onu. Yox, onu mən bilsin şeyirəm. Doğruyub, sirkəli. Ha, sirkəli suda. Mən dedim ki, aşpaz olub gedəcəm. Gedəcəm Tamara mənim yanıma. Mən sənə deyirəm, sən bir şirkətə az. Alma sirkəsi daha məntiqli olur. Mən azca alma sirkəsi istifadə edirəm. Özü də ev şəraitində Göyərtilər də alma sirkəsi etmək lazımdır da yumaq üçün. Göyərtləri, bəli. Tərtəmiz edir. Sirkədə Siz bilirsiniz, alma sirkəsini səhər-səhər bir qaşıq suya qarşı içmək. Mən mədəm ağrıdır. Yalnız alma, ola bilər mədəmdə problem var, alma sirkəsi ağrıdır. çox gözəl, həm qoxusu yoxdur o dərəcədə, amma üzüm sirkəsi biraz qoxusu yaradır. Saçları falan da qəşəng parlaq eləyir, çox gözəldir. Yəni dərindir. Tərtəmiz. Alma çox faydalı bir şeydir. Bizim evdən heç vaxt alma əski olmur, inanırsan. Göy alma məxsus ürəyə. Hər cür rəngdə olan almaları alıram. Yəni Nevroloq doktor Layla Mirzəyeva və onun fizioterapiya şöbəsinin sponsorluğu ilə verilişimiz yavaş-yavaş sona gəldi, çatdı. Bizim aşbazımız El Chacho restoranından Kamran bəy və onun köməkçisi Fərid bəy və çolpamız, möhtəşəm çolpamız servis olunur, amma Elxan yeyəcək, uşaqlarımız onun dadına baxacaq. Mütləq. Və əziz dostlar, Kamran bəy orada yeyərəm bir dəfə. Çox mənliyim. Deməli, əziz tamaşaçılarımız, nevrologiya ilə bağlı bütün problemlər məhz Turan Hospitalda doktor Layla Mirzəyeva tərəfindən müayinə və müalicə olunur. Baş, boyun, çiyin, diz ağrıları, skalyoz, kifoz, lardoz, ostexondroz, protruzya, disk yırıqdıqları, fəqərə sürüşməsi və digər yuxu pozğunluğu, uşaq serebral iflici müayinə və müalicə olunur. Layla xanımın fizioterapiya şöbəsində bütün demək olar ki, nevrologiya ilə bağlı bütün xəstəliklər müayinə və müalicə olunur. Müraciət edin, Elxan da aparacam ora. Mütləq. Servis möhtəşəm olur və mən sonda isə geyimimə görə geyimdə marka olan Pardi Fəvvarələr meydanında yerləşir. Ünvan Fəvvarələr meydanı artıq özü bir, yəni bilirsiniz, artıq bəli, reklamdır da, yəni özü bəlli olan bir şəhərimizin ən möhtəşəm məkanlarındandır. Saç makyajıma görə isə çox sevdiyim Orxideyadan Leyliyə təşəkkür edirəm. Nömrələr oradadır. Sizinlə növbəti həftəyə qədər sağollaşacağım. Bizim Kamran ustamızın, aşbazımızın, şefimizin hazırladığı, bəlkə dadasan sonra oxuyasan. Belə müğənni olar, elə bir yeməyə gəlib. Hətta mətbəximə gəlmirsən də mənim. Necə ac yola salım səni. Belə, əziz tamaşaçılar, növbəti həftə görüşəcəyik. Çaşa Gedəcəyik. Mütləq. Bizi izləyin hər zaman. MTV-yə baxın hər zaman. Elxan Qaraxanoğlu'ndan möhtəşəm bir, gözəl bir, möhtəşəm sözü düşüb dilimə. Hər şey deyirəm möhtəşəmsən. Hansı lətafət möhtəşəm. Möhtəşəm Elxan Qaraxanoğlu. Təşəkkür edirəm. Bir daha təşəkkür edirəm. Haqqınızı halal edin. Sən oxu, mən yiyeyim. Bəli. Oxuyum. Həm də oynayayım ki, həzm olsun. Oxu, oyna. Yanıyorum, söndürelim mi? Senin Vurmadı kalbim dengine deldi. Belki sen de olur, gel yanıma. Eskide kalmış köle efendim, köleler de ağlatır, sen sakın ha. Vurmadı kalbim dengine deldi. Belki sen de olur, gel yanıma. Eskide kalmış efendim, köleler de ağlatır, sen sakın ha.
Ateşime yüreğimi tabi Kudüs'lerin lafı kalırsa Senin o tabi yanıyorum Söndürelim tabi Ateşime yüreğimi tabi Kudüs'lerin lafı kalırsa Senin o tabi Vurmadı kalbim delgineden Belki sen de vur gel yanıma Eskide kalmış efendim Bilelerde ağlatır sen sakın ha Vurmadı kalbim delgineden Belki sen de vur gel yanıma Eskide kalmış efendim Nelerde anlatır sen sakın ha Çıktı ateşime yüreğimi Kudüs'lerin lafı kalırsa Senin o tabi yanıyorum Söndürelim tabi Çıktı ateşime yüreğimi Kudüs'lerin lafı kalırsa Senin o tabi Çıktı ateşime gelelim Bak bu sözlerin lafa kalırsa Senin o tabi